alt paltarı ilə adlı ilə başladı mənə bir su var idi, belə boğaza qədər olardı su. Orası aldılar məni, başladı şınavla döyməyə. Diz qapaqlarının birisinin dalına bağlamış, sürmüşdülər. Ağlımı sağdı, boya laxtalanmış belə paltarlar idi. Bilmədim, amma bir yalan deyirəm. Bizim əsgərlər paltarı yox, erməni laxtalanmış paltarlar yuvandan sonra oradan çıxdım. Kim ağrıyır? O bildiyi diş çıxarmalıydı, o öyle bir şey hakimdir də bu. Yalanla mənim dişimi qırırdı, sındırdı. Ona deyirdi ki, məni təmir istəyirdi, dabanıma vururdular. Əgər o yara idi bədən. Sənəm Rövşən, Lənkəran şəhərində yaşayıram, Çaxan oldum. 1997-də əsgərə girmişəm. 98-in iyulun 22-sində erməni əsirliyə düşmüşəm. Bir ildə əsgərə gedəndən sonra da əsirliyə düşdüm. Yolu azdım, keçdim onlara tərəf. Bir kişi var idi, elə bir ki, yolu azmamışdı, gəldim. Aşağı düşəndə postunun aşağısına. Yolu azdım, oradan da məndəydim. Uşaqlarla getmişdim, bir yerdəydim. Uşaqlardan ayrı düşdüm, gəldim bir yer idi, tanımadım. Bir yaşlı kişi idi, orada palatkalarda Qurana qalan adamlar idi. Dedim ki, bəs bir hiss elədim ki, azmışam, uşaqları da itirdim. Odun da, hələ odun yığmamışdım. Dedim, yolu azmışam, bəs mən getmək istəyirəm də, öz postum. Deyir, hardan gəlmişsin? Dedim, bilmə, hardan gəldim, dedim, sizə niyə soruşuram? Nəsə mənə azdırdı. Bu dayı mənə azdırdı. Mənə elə bir ki, dedi ki, mənim oğlum o vaxtda bu postda yuxarıda olub. Postun adı biləm, o yadımdan çıxırdı burası. Sən bu istimaratda, o həmin yolla gedərsən. Dedim, odun yığmaq istəyirəm mən. Dedi, sən odun neysən? Dedim, o çastımıza vuracağım da. Dedi, onda buradan su kimi yer, kanalın. Camış gölü var elə, oradan yığdım. Oradan gedəndə getdim, elə xeyli axşam mıydı çatırdım. Gördüm, hiss elədim ki, Ermənistan üstünə çıxmışam filan. Xeyli yol getmişəm də, 7-8 saatdan sonra erməni əsərinə düşdüm. Necə qarşıladılar? Onlar necə? Çıxanda mənə gələndə deyim, avtomatı sökdülər üstümə, bir anda beni başıma fırlandı. Dedim ki, bir sada öyle hayat erməni olduğu nədən hiss elədin ki, qarşı tərəfdə artıq? Saqqallı, zaqqalı belə olmayın. Adam özünə baxmadı, şeydə bir danışırdı da uşaqlar, erməni belə olur, elə olur məsəl üçün. Mən özümü hiss elədim ki, bu ermənidir. Mənim millətim deyir ki, əvvəl düzə çağırdım. Vəfadar zatsa belə adını çağırdım, Ceyhun çağırdım, öz əsgər yoldaşlarım ortadan çağırdım, gördüm, yox. Bunlar məni görən kimi, zarar şeylə necə bildim də, böyle düşmanın əlinə düşmüşəm. Mən yəni ki, görməmişdim yox erməni, yəni ki, deyir adam yatıb yuxumda heç görməmişdim, belə bir şey. Çıxdım bunların üstünə. Nəsə orada, demirəm, orada zarar şeylərindən sonra avtomatın kürəyimə bir dənə vurdular, sonra zarar şeylərdə öldürmək istəyirlər, öldürmədilər. Zəng elədilər, erməni maşını idi, bir dənə balaca maşını idi, tam bilmədim markasını, gəldi. Qrajansk formadaydı. Azərbaycanda yaxşı danışırdı. Ermənistanın hansı rayonuna apardılar məni. Orada da dindirmək getdi. Orada başladılar, orada biraz yemək zat verəndən sonra mənə başladılar, hardan gəlmişsən, necə olub. Belə dindirmələr, çox yerlərə getdim. Vallahi elə yerlər var ki, yadından çıxan şeylər ola bilər var. Yəni ki, dəqiq bilmirəm. Amma döymələr də yadımdadır. Necə veriblər o işgəncələri? O işgəncələri verdilər, mənə elə bir ki, gətirdilər, dindirəndən sonra başqa bir rayona gələndən sonra orası aldılar mənə kamil. Sonra çıxartdılar, dedim, məsəl üçün, ora ki, belə alt paltarı ilə adlı ilə başladı mənə bir su var idi, belə boğaza qədər olardı su. Orası aldılar məni, başladı şınavla döyməyə. Orada da həmin şeylər idi, eyni şeylər soruşurdular. Orada şılanla dövdülər məni, motor şılanq idi, qalın şılanq idi. Onunla dövdülər. Binadan da cəmaət baxırdı. Belə bir yaşayış var idi, ermənilər yaşayan yerdə. Amma idaranın adını bilmirdim haraydı da. Yəni ki, yekə bir zabır KGB-yə də oxşayırdı, yəni başqa bir yerə də oxşayırdı. Vayni zadı yox idi. Qrajansk mənə döyürdü. Amma sonradan bir dənə vayni gəldi. Belə Qrajansk şalvar köynəyi, vayni köynəyi idi. O əmr verirdi alçaq, deyirdi, döyün buna. Yəni ki, nə deyirəm, heç bilmirəm. Belə şeylər də, yəni ki, nə bilsən deyən. Mən heç bilmirəm, sıralıq şey hardan biləcəm. Və səni göndərbildim, göndərbildim, mən yolu azdım da, gəlib keçmişəm bu yana. Başladılar, nə bilim, söyüşlər, döyməyə, nə bilim. Sonra gəldim, gördüm ki, məni bir dənə rayona gətirdilər. Qızılxaç cəmiyyəti ilə vizəli bir ki, məni bir ay incidiblər, döyüb azad ediblər, başımı da partladıblar. Gəldim, girdim içəri, Ermənistanın hansı rayonu idi, gətirdilər məni ora. Orada başladılar, girdim içəri, gördüm bir nəfər də uzanıb, matrasda, bir köynə matrasda, kamerada. Böyle ben bilmədim, elə bildim ermənidir, ermənini bir otağa salıblar. Durda yağı gördüm, bizim əsgərdə Salyanlı idi, Əhməd. Rəhmanov Əhməd idi. O da elə bir ki, çarşıda tutmuşlar buna. O diz elçisini gedəndə tutmuşlar buna.
Onun da ki, ayaqları, diz qapaqlarının birisinin dalına bağlamış, sürmüşdülər. Həm bu Əhmədi. Diz qapaqları qopmuşdu. O neft almaya gedib tutmuşlar da bunu. Ondan sonra onunla tanışdığım oldu. Onlar sonra yatdılar bizi Yerevana, Ermənistanın dirəm şeyinə, Yerevan düz özünə gəldim. Qızılxaç, onunla Əhmədlə orada görüşəndən sonra bizi Zəngəli Qızılxaç Əhmədi gəldi, bizi orada gördü. Orada görəndən sonra elə bir şey biz ümidimizi üzmüşdük də. Yəni ki, filansən də düşdün əsir, ən azından onun özünə dərk elədi də. Əsiri nə deməkdir məlum, yəni özünüz bilirsiniz. İndi qaldım belə çıxma vəziyyətdə. Gəldi, Əhmədlə bizi Qızılxaç Cəmiyyəti gəldi, sigaret gətirdi, həm geyimi qətdi bitsin. Bizim vəziyyəti də gördü, oğlanı dizdən qapaqlarını da gördü, bizi gətirdilər Yerevana. Gəldi, orada gördü Ermənistanda, Yerevanın özündə Əhməd Firdevsi Ceyhun idi. Siz deyirsinizsə, orada görürsünüz. Onunla görüşəndən sonra bir də bizi işləməyə çıxardırdılar, bir maşın zibillərlə daşıtdırırdılar bizi. Yekə komandalar gəlirdi, tırmanın ətrafında. Bizi o zibillərə gündəlik işlədirdilər bizi. Yəni dayanma söhbəti yox idi. Amma deyim beləncə Qızılxaçın şortuna bizə yemək verir. Məşədəs erməni dalça şərəfsiz millətə yemək də verməzdi. Orada qalandan sonra məni saldı bir evə tək kameraya, otağa saldı, bağışdı. Orada bir dənə elə bir şey, balaca belə Forskadan bir yer görsən, işıq görsən. Saldı, gir orada, mən dedim, nə bunlar orada? Ağlımı saldı, belə boya, laxtalanmış belə paltarlar idi. Bilmədim, amma bir yalan deyirəm. Bizim əsgərlər paltar yox, erməni laxtalanmış paltarlar yuvandan sonra oradan çıxdım. Bilmirəm, işıqda görürüm, qaranlıqda alıb salıyordu, orada bilmirəm, heç də yox idi. Qaranlıqda bəlkə də ola bilsin ki, İnsanı dal eləmək üçün, ya nəsə eləmək üçün. Bir də orada uşaqlar elə bir ki, bizim adı təhər edir, o Yerevandan qalandan sonra orada bizi çox vururdular da. O Cəllibatlı var, şeydən var, Ağcabadan Rüfət, o da çox döyülərdi. Elə bir çox belə danışırlar, gülməyə qoymurdular bizi. Mən naxolka döymüşdüm orada, erməni mənə görə bunu incitdilər. Dedəsə necə yəni? Niyə? Niyə incitirdilər? Yəni şimdi naxolqansan, düşmansan necə gəlib burada döymüsən bizim yerimizdə də. Tuşu mən tapdım, biz apardılar, işlədirdilər. Skladda, produkt gələndə ged işlədim. Öz adamları qaldı, bizi işlədirdilər. Bir sözlə, yəni ki, nə bilim, nəyi var. Bu naxolqalar mənim adamlar görəndən sonra məni ona görə çox incitdilər. 3 gün bizi qoymadılar yatmağa. Siz necə Ermənistanda biz necə nəzarət edə bilməmişsiniz, siz naxolqa döymüşsünüz vətəninizi. Yəni, nə bilim, qoyun yorğun döşələmizi götdülər, mənim belə də. Yəni ki, çətinlik günlər olub deməli. Erməni əsrilə necə ola? Bəli, mənim belə bir dəfə də dişim ağrıyırdı. Dedim ki, bəs qala bilmirdim də. Buranın şefi var, turmanın şefi. Öz maşını apardı məni. Göz bağlıca da yox, beləncə apardı məni. Allahımla bağlıca apardı. Mənim öz maşını çox yuduzdurardı. Yəni şefim orada maşını yuduzdurardı, mənə da deyərdi. Kadiyo süpürtdirərdilər mənə. Bir sözün nə bilim. Sonra gəldi, mənə dişim apardı diş həkimə mənə. Dedim, hansı dedim, bu dişim ağrıyır. O bildiyi diş çıxarmalıydı da, o elə bir şey həkimdir də bu. Yalanla mənim dişimi qırırdı, sındırdı, göz çıxartdı. İşgəncə vermək üçün də. O da erməni də ona dedilər ki, öz dillərini başa düşmədim, burada niyə belə elədin də sən? Burada düşman deyir, düşmanı başa düşdüm ki, nəsə mənim dişimi yalanla sındırdım. Gəldən sonra mənim dişlərim heç biri qalmadı. Sındı, bilməm, nə vurdu, iynə vurdu. Özə iynəsi çəkdim alım. Sındırdı dişimi, iynə vurarsan kəyərlə. İynəsiz mənim dişimi çəkdi. Ondan sonra gəldim, elə o diş yerə belə qaldı. Azərbaycana gələndən sonra dişlərim töküldü, saçım töküldü. Xəstəlik, tez-tez xəstələnirəm. Yəni ki, bu dəqiqə özümə müalicə eləmişəm, yəni ki, yenə xeyri yoxdur. Xəstəxanada da yatmışam burada Azərbaycanda. Erməni gözüm qabağına gəlir, belə hər bir şeylər adam gözün qabağına, qorxursan gecə yarısı. Elə bilsən yeriyəndə arxada kimsə, o da qorxuyor, adam baxmadı, əsəri idi. Həyəcan keçirdi bu adam. Hər qapını açanda çıxardı, elə birini sənə çıxardı öldürməyə. Hər adam həyəcan keçirdirdi. Gündə bir dəfə Ermənistan, orada Qızılxaç Cəmiyyəti 1 il 8 ay qalandan sonra Qızılxaç Cəmiyyəti çağırdı. Deyir ki, bəs gec Azərbaycana gedirsiniz də, sizi aparırlar. Bir dənə onda, yəni ki, sevindim. Azərbaycan, yenə inanmırdım, gəldim Yerevan aeroportuna.
Orada Neçə jurnalistlər nəfər gəldiniz orada əsir kimi Azərbaycana təhvil verdilər sizə? 2 nəfər də Əhmədlə gəldim. Mən gəldim, elə bir ki, məni dindirməyə bir dənə yerə aparanda, bir dənə dükan qabağında saxladılar. Orada mənə bir deyib ki, mənə elə mənə yumruq atdı belə, çəkildim belə dəymədi. Sivətimə dəysə, yəni partlayardı da, hər şey sivətim partlayardı. Kim görürdü, döymək istəyir, vurmaq istəyirdi də mənə. Gətirdim arkalı azam maşını, gətirici bir şeyə, Yerevan aeroportuna. Oradan bizlə bir jurnalist gəldi, getdi Bakıda təhvil verdilər. 27 gün hospitalda yatdım. Əsas sistemdən təmiz pozulmuşdu da, dövdü, orada dava elədim, özümü dövdüm. Şüşə sındırdım, Allahımda yerdə qalıb. Qaydandan sonra Bəli, Bakıda Gəncədə yatmışam. Nətər bilmirəm, özüm nasıl olmurdu da, vurub sındırdım, dağıdırdım. Gəldilər, iynəzat vurdular, dərman verdilər, yəni ki. Ondan sonra da əsəb qalıb müəllim yerində, nə deyim vallah. İndi yenə bayaq dediyim kimi əsiri olmaq nə deməkdir, nə bilim. İndi başımıza bir iş gəldi də indi. Olmayar deyər, oldu. Düzdür, amma yenə təkrar edə bilərəm ki, Erməniyə ayrılmamışam. Yəni, hər yerdə sözümü demişəm, dindirmələrdə demişəm. Bəli, Azərbaycan xalqını sevirəm, prezidentimi də sevirəm, vətənimi satmadım. Əsiri də olsam, vətənimi satmamışam. Yəni, demişəm, düşmüşüm, ölüm ölümlə, bir səfən öləcəm də. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Məsələn, qalanlarınızı, qazilərdə can sağlığı. Yəni, olub da, həyatdır da, nə bilim, vallahi. Neçə il qaldınız ümumilikdə əsirlikdə? 1 il 8 ay qaldım müəllim. Mənim üçün 1 il 8 ay 10 ilə bərabərdir. Sən öz vətənində yatırsan burada, məsəl üçün Allah İranımıza Allah bütün düstalan açıq eləsin qapısın. Burada yatanda bilirsən ki 5 il oldu, surok almışsan, 10 il almışsan, sən çıxacaqsan. Orada bilim, 5 surok yatırsan da bilmir, sən nə vaxt çıxıyor, səni buraxmayacaqlar. Bilirsən də, yəni vətənindəsən. İndi kişi işinə başlayır, kimsə nəsə cinayət eləyir, hərəsi bir şey üstə yatır da, olur da, yəni ki, düzdür, sonra insanlar səhvini başa düşürlər. Yəni istəmirəm də, yəni əgər bizim bu hamısını Allah üzrə açıq eləsin turmada yatanları. Mən də belə, yəni ki, orada məsələn 10 ilə bərabər oldu, təşkilatan çıxması 10 ilə bərabər oldu müəllim. Dəmirov Adil var idi, İsmail rayonundan idi. Onu məsəl üçün, onu deyirdi ki, mənim dəmir istəyirdi, dabanıma vururdular. Ayaqlarım yara idi bədəni. Ayaqlarının boyanlarına vururdular yara, qollarına vurmuş, dəmiri istəyirdi, vururdular onun bədəninə. O mənə az oldu, İsmail rayonundan idi. Dəmirov Adil idi. Onu da çox incitmişdilər. Orada sizin olduğunuz müddətdə dünyasını dəyişən Azərbaycanlı əsirlərlə qarşılaşdınızmı? Yox, onunla qarşı, ancaq orada elə bir şeyə girəndə, düzdür, mən yazırsa biraz oxumayda biraz çətinlik çəkirəm. Təhsilim azdır. O şey beləncə divarlarda məsəl üçün Eyşan adı görmüşəm, hərfləri, anasının hərflərində. Süleyman adı eşidirdim orada, Ermənistanda. Amma onlar göstərmir də sənə. Yəni deməz, onlar məlumat verməzlər. Nə qədər əsir olub burada, ona demirlər. Heç şey soruşanda demirlər. Bizimlə əlaqə saxlayan izləyicilərimiz var. Onlar da itkin düşən yaxınların doğmalarını axtarırlar və ara sıra bizlərdən xahiş edirlər ki, sizin kimi əsirlik həyatı yaşamış şəxslərdən onların adların sizə tanısanız o barədə məlumat verirsiniz. Eyşan adı eşitmişəm. Deməli, Yusifov Elman Ağacəfəroğlu adlı. Belə bir adam orada sizə rast gəlməyib? Yox, Elman Eyşan eşitmişəm. Nizami Vahidov adlı itkin bir şəxs var. Nizami Vahidov. Nizami. Məmmədov Azər Vahidoğlu, 73 təvəllüdlü. Yox. Və Vidadi Soltanoğlu. Yusifzadə Vidadi Soltanoğlu. Eyşan eşitmişəm, nə bilim valla. Ola bilər, bəlkə də yadıma düşmür. Ola bilər eşitmişəm. Məncə mən qarşılaşmamışam onunla. Yəni ki, deyim ki, desin ki, erməni qəsdidir ki, təmin pulun yoldaşının Azərbaycanlı burada var. Amma mənə onu deyib ki, sizin qaldığı kamerada Azərbaycanlılar olub gedib, amma demir, açıqlamadı, neçə nəfər olub, kimlər olub. Ümid edirəm ki, yəni ki, bizim köynə Allah belə eləsin qayıtsınlar, bilmirəm, düzdür, analar, bacılar gözləyirlər, atalar gözləyirlər. Mən Bakıya gələndə, hospitalda yatanda, mənim yanıma başa yüzlərlə valideyn gəlirdi ki, əsiri, uşaqlarını soruşurdular da. Dedim, valla, görməmişəm, eşitməmişəm. Yəni bilirəm ağırdır onlar üçün, başa düşürəm. İndi biz elə bilirdik ki, adam var deyir, elə bir oğlum öz oğlum qayıdıb. Yəni ki, belə bir şey sevinirdilər. Mənə görə də anası başımıza fırlanırdı.
Vallahi axırda mənə müstəntiqə dedim ki, lan ağlamayın, adam ürək ağrıyır da, baxmadan indi neçə il əsirdə qalanlar bağlıdır. Biz yenə qayıdıb gəlmişik. Orada mənim ümidim yox idi Azərbaycana qayıdım gələn. Mən yenə bayaq dediyim kimi, mənim üçün 10 ildə bərabər idi. Allah belə elədi, gəldim Azərbaycana. Ümumiyyətlə gələndən sonra, nə bilim, vallahi, hamını Rövşən döyürəm. Gənclik də yadıma salam, hamını Rövşən döyürəm. Mən əsəbləşmə adam deyil, mən belə sakit adam idim. Erməni əsrindən gələndən sonra bütün sistemlər pozuldu, hər bir şey pozuldu, nə bilim, vallahi. Çətindir mənim üçün. Xəstələndim, tez xəstələndim, əməliyyat oldum. Hazırda nə işlə məşğulsunuz Rövşən bəy? Mən vallahi, nə deyim sizə, uşaqlarımı dolandırım, qoyuncaq kəsirəm, heyvan kəsirəm. Allah köməyi olsun, ana adında olan var. Mən sənətə öyrədib, Allahın bağlarını saxlasın, mənim müdürümdür o. Yəni ki, o sənətlərdə öyrənmişim, orada böyəlmişəm, sağ olsun. Yəni, özümə görə də öyrənib, işləyirəm da deyiləm, yəni uşaqları dolandırıb, 5-3 manat işləyən adamam. Bakıda mən Ermənistana gələndən sonra əsirliyə görə 3-cü qrup verdilər mənə. Yəni, bir də əziyyət olmuşam, qohumlarım biri ilə getdim. Sağ olsun, böyük yoldaşımın tərəfinin adamı idi, apardı məni. Və ondan yəni görüşdüyüzə də dedi, xahiş elədi. Bir də əsirlikdə necə olmuşam, yəni ki, danışımını dərdim. 3-cü qrup verildi mənə. Bir 9-8 il alandan sonra da mənə vermədi, kəsdilər. İndi mən 2 ildir almıram. Heç nə almıram. 110 manat, bunu da mənə çox gördülər, almıram. Yəni, onlar başa düşsünlər ki, əsirlik demək nə deməkdir. Mən çox istəmirəm ki, hamının 110 manatını da qayıtsın, mən razıyam. Orada oduna düşmüşdüm, postdan aşağı, odun yığmaya. Harada 8 aydır.